Salamlar. Əsasən bu videoyu gördüyünüz kimi saat 5:32-də çəkirəm, yəni 6-ya qalmış da çəkirəm. İndi bu videoyu çəkməyimin səbəbi əsasən tariximizi qorumaqdır və tarixi faktlar üzərindən irəliləməkdir. Ən son vaxtlarda bilmirəm görmüsünüzsə yox, burada Şah İsmayıl haqqında çox olmadıq sözlər deyilir. Baxın burada ən yenidə. İndi burada yazdığımız şeylərə baxanda ki, baxın. Ömər kompleksi Fars milləti, bunlar bıraq uydurma tarixi ilə mutlu olsunlar. Baxın, burada demək istədiyim budur ki, bizlər əsasən belə insanlar görəndə doğrudan fərəhlənirəm, amma inan ki, illərdir sosial mediada gördüyüm. Yəni, çox sağ olun. Buna görə indi demək istədiyim budur ki, bugün bu insanlara cavabı olsun deyə bugün oturub sizə bir çox mənbələr göstərəcəm və əlimdə tam-tamına 7 dənə mənbə bəs edər deyə 7 dənə mənbə götürmüşəm. Əgər bəs eləməsə başqa bir videoda daha çox uzunlu bir mənbə siyahısı ilə gələrəm. İlk öncə bizlər burada mən videoyu kateqoriyalara ayırmışdım. İcazənizlə oraya keçək. İndi videomuzun kateqoriyalarında ilk kateqoriyada Türkdür yoxsa Kürddür Şah İsmayıl Xətai, ona görə əsaslanmışam. Şah İsmayıl Xətai, əziz insanlar, Türk oğlu Türkdür. İndi deyəcəksiniz ki, mənbə göstərir. Mənbələri də mən göstərirəm. Səfvatüs Səfa, Təvəkkül İbn Bəzzaz tərəfindən yazılmış olan bu əsərdə əsasən Şah İsmayıl Xətainin ulu babası demək, böyük babası Şeyx Səfiyyəddin Ərdəbili tamamilə Piri Türk adlandırırlar. Bəs Piri Türk nə deməkdir? Piri Türk, Türk Piri adındadır və yaxud Türk şeyxi mənasına gəlir. Başqa demək lazımdır ki, burada artıq bizlər bilirik ki, Şah İsmayıl Xətainin ata tərəfi, yəni Şeyx Heydər tərəfi Türk oğlu Türkdür. İndi gələk ana tərəfinə. Şah İsmayılın ana tərəfi də Türkdür. İndi gəlin bunu açıqlayım. Şah İsmayılın atası Uzun Həsənin qızı Aləmşah bəyim o dövrdə Şeyx Heydərə ərə gedir. Və Şah İsmayıl, Əli, Süleyman, İbrahim kimi Süleyman, İbrahim başqa uşaqlardır, səhv eləmirəmsə. Elə bizlər İsmayıl, Əli, bunları dəqiqliylə deyə bilərəm. İsmayıl ilə Əlidən başqa da İbrahim olmalıdır ki, səhv eləmirəmsə, İbrahim dünyaya gəlir. İndi gələcək əsas məsələyə, baxın, görürsünüz, yəni gələcək, neysə. İndi əsas məsələyə gələk. Piri Türk şeyxi adlandırırlar bunun baba tərəfini. Şah İsmayılın ana tərəfinin də Uzun Həsən, yəni Ağqoyunlulardan gəldiyini düşünərsək, rahatlıqla deyə bilərik ki, Şah İsmayıl Xətai Türk oğlu Türkdür. Bu bitdi. Və gəldi digər bir mənbəyə. Tarixi Aləmar-ı Abbasi İskəndər bəy Mürşid tərəfindən yazılmış bu əsər 17-ci əsrdə, yəni 1600-cü illərdə yazılıb. Və bu əsəri əsasən İskəndər bəy Mürşid yazdığı zamanda Səfəvi sarayının tarixşünası idi və istədiyi zaman Səfəvi sarayının dəftərxanasına girib oradan yeni bir məlumat götürüb bunu yaza bilirdi. Burada da bir problem yoxdur və burada da Səfəvi sülaləsi Türk oğlu Türk, onların xalqı isə əsasən xalqının nüfusunun isə yarısının türkmən, yarısının birazının fars və qalanının başqa millətlərdən olduğunu deyirdilər. Yəni dövlətin ərazisində belə xalqın sayının çoxluğu türklərdə idi. İndi gələk digər bir şeyə ki, tarixi Aləmar-ı Abbasidə zaten İskəndər bəy Mürşid Şah Abbas dövründə bunu yazıb, yaradıb. Burada əsasən Şah İsmayılın, onun qurduğu dövlət Səfəvi dövlətinin sülaləsinin tamamilə Türk sülaləsi olduğunu mənbələri və faktları ilə açıqlayıb. Üçüncüdə Vasili Bartold, adını yazdığım insandır burada. Elmi araşdırmaları var onun. Və Vasili Bartold
Rus şərqşünasları arasına girir. Yəni Rus şərqşünasları ilə bir yerdə işləyərək bu işi görüb və əsasən Şah İsmayılın türk olduğunu zaten öz əsərlərində və araşdırmalarında qeyd edir. Bunda da problem yoxdur. 4-də deyir ki, burada Qərb sənədləri Venesiya və İtaliya sənədlərinə baxırıq. Venesiya və İtaliyada Şah İsmayılla göndərilən elçilərdən biri də yəni elçilərdən biri də Gian Mario Angiolello'dur. İndi bunu səhv oxumuş ola bilərəm. İstəyirsinizsə adını sizin üçün buraya qeyd edim. Baxın. Yəni San Mario Angiolello. İndi bu elçi gəldiyi zaman Səfəvi sarayındakılara bu adı deyir. Turkomanno, yəni Türkmən adını qoyur. Bu da sizə bir mənbə. Elçiləri belə, yəni saraya gələn elçilər belə Şah İsmayıl Xətainin türk dilində danışdığını və türk olduğunu deyir. Hətta o dövrün Avropalı araşdırmaçıları belə bunu deyir. Gəldiyi Baburnamə əsərinə. Baburnamə əsərində Zahirəddin Məhəmməd Babur Şah, yəni bu şəxs Şah İsmayıl Xətai ilə oturub durmuş bir şəxsi, yəni gedib oralara, buralara, onunla bir yerdə döyüşüb falan. Hətta yəni Babur Şah İsmayıldan kömək istədi deyə Şah İsmayıl Təbrizdən durub gəlir Şeybanilərin üzərinə hücuma. Yəni o dərəcə çox beləsinə. O dövrün bildiyiniz Türkiyə Azərbaycanı kimi düşünün, amma bu dəfə Babur Səfəvi, yəni qardaşlıq edirlər də bir-birləri ilə. Və Zahirəddin Məhəmməd Babur Şah 16-cı əsrdə yazdığı bu əsərində öz xatirələrindən danışarkən Şah İsmayıl Xətai və onun sülaləsinin tamamilə türk sülaləsi olduğunu və bunu da eşləyəcək bir faktiki tərənnümü olmadığını qeyd edir. Gəlir 6. Xətainin öz 7. Xətainin öz əsərləri və divanı. Xətai öz əsərlərində bildiyiniz kimi gəlin bir ədəbiyyat kitabı 8-ci sinif aça bilərsiniz. Orada Şah İsmayıl Xətainin Bahariyə əsəri var və o orada tamamilə türk dilində yazıb, bəlkə də səhv eləmirəmsə başqa yerlərdə də əsərlər ola bilər. Gedin bir Google və də yaxud Gemini'dən soruşun bir dənəsini, Gemini'dən və s. soruşun ya da fərqli bir süni intellektdən gedin soruşun. Şah İsmayılın bir dənə əsərini sizə versin. Gedin oturun oxuyun. Görəcəksiniz ki, qədim türk dilini çox səlis bir şəkildə adam düzür qoşur. Yəni düzür qoşmaq burada aman qoplamaq mənasına deyil ha. Burada yəni səlis, elə bil ki inci düzür. Səlis bir şəkildə türk dilində və türk sözlərindən istifadə edərək bu əsərlərini yazıb. Ya da divanında dediyi sözlər, işlətdiyi terminlər belə onun türk olduğunu göstərir. Baxın bir dənəsini oxuyum. Ey Xətai, bədənində canın var isə, türkün canına qurban ol. Yazısı bu artıq deməkdir ki, Şah İsmayıl Xətai tamamilə türk oğlu türkdür. İndi keçək onun ordusuna. Qızılbaş türkləri. Bunlar qızılbaşlar türkdürmü? Hansı sülalədən gəlirlər? Qızılbaşlar tamamilə türkdür. Bunu o dövrün mənbələrinə baxanda görmək olur. İndi baxaq, qızılbaşlar kimlər idi? Zəndlər sülaləsi. Zəndlər var idi. Başqa deyə bilərik ki, başqa olaraq deyə bilərik nə var idi? Qacarlar, Əfşarlar və yaxud da Səfəvi qızılbaşlarının özləri ya da Kələkli və yaxud Ziyadoğlular ki, bunlar Qacarlara aiddir. Bunlardan başqa deyə biləcəyimiz bir çox sülalələr var. Əsasən yəni indiki Azərbaycanın yarısını əhatə edən sülalələrdir ki, indiki qızılbaş sülalələri hələm də davam edir, əziz dostlar. Yəni qızılbaşların nəsli tükənməyib hələ də.
həm Anadoluda da, həm də yəni Azərbaycanda da, İranın öz ərazilərində belə, yəni qızılbaş türkləri, yəni Cənubi Azərbaycanda, İranın öz ərazisi yox. Cənubi Azərbaycanda belə Azərbaycan xalqı yaşayır, yəni Azərbaycan xalqı deyəndə ki, qızılbaş türkləri və s. yaşayır. İndi gəldik burada, onu da demədən keçməyim. Ən sonda demişdim. Bir Avropalı yazar idi ya da o dövrün Səfəvi mənbələrində yazmışdı ki, Zənd, Qacar, Səfəvi sülaləsi və Əfşarların əlində bu hakimiyyət cəmlənmişdir. Yəni hər bir tərəfdə bir Əfşar, bir Zənd sülaləsinin soyundan olan bir canişin qoyulurdu. Yəni canişinləri belə Səfəvi dövlətinin türk olduğu türklər idi. Həm də qızılbaş sülalələri zaten türk idi ki, nümunə olaraq Əfşarlar Ulduz soyundan gəlir. Məsələn, Oğuz soyunun Ulduz soyundan gəlir. Zəndlər, Qacarlar. Bunlar məsələn türk soylarıdır. Hamısının qanında türk qanı axır. Yəni bunu unutmamaq lazımdır. Gəldik 3. Yavuzun saraya girmə yalanı. Bunu sizə bir dənə xəritə üzərində göstərərdim. Baxın, burada göstərə bilərəm sizə. Bir dənə xəritə göstərmək istəyirəm. Burada rəsmlər getdikcə gedir. Dəqiqə. Bunu mən harada qoymuşdumsa, hansı hissədə qoymuşdum axı mən. Ya da bunun üzərində göstərəcəm. Salari xəritəsinin üzərində da məcbur. Baxın. Bunu beləsini eləyək. Redaktör et hissəsindən bu cızma qaraya girək. Baxın indi, əziz insanlar. Burası Trabzon ərazisinin olduğu hissə deyək. Yəni, indi əl ilə nə qədər çəkilə bilirsə. Burada gördüyünüz Təbrizdir. Deyək ki, buradan çıxmışsınız siz və buraya gəlirsiniz. Bu nə qədər gün məsələsi var arada. Yəni, gedib gəlmək məsələsində gün məsələsi var və sizlər Trabzonda Sancaq bəyisiniz. Yəni, şəhzadəsiz və Sancaq bəyisiniz. Siz necə ola bilər ki, bir 3 günlüyünə də desək, ya da 4 günlüyünə sarayınızdan çıxıb Təbriz sarayına gedirsiniz. Həm də ki, sizin işiniz, gücünüz yoxdurmu ki, bu işi görüb, yəni o qədər mi özü işsizsiz ki, deyirsiniz ki, mən vaxtım gedirəm Şah İsmailin yanına, oturacam orada onunla şahmat oynayacam. Üstünə, Şah İsmail həm də mənə döysün orada. Bundan da Şah İsmail zalimdir, Şah İsmail axmaqdır məsələlərini çıxartaq. Nə gözəldir, bəhbəh dadından yeyilməz. Beləsinə mi deyirsiniz? Yox. Və Səfəvi torpaqlarına girişi üçün, yəni girdi deyək, Səfəvi torpaqlarına girdi. Bu dərviş paltarında, tacir paltarında ki, saraya girmək yenə də yol açmır. Çünki o dövrdə saraya heç, yəni o dövrün səfirləri, elçiləri belə, yəni saraya girdiklərində Şah İsmaili yox, onun paşalarını, paşa da deməyək, əyanlarını görürdülər. Əyanları, vəzirləri, dəftərxanaçıları, yəni tarixçiləri və s. bunları görürdülər. Kimsə deyə bilməz ki, orada Şah İsmail'lə oturub söhbət edirlər. Bəzi elçilər görüb Şah İsmail'i, amma Şah İsmail Hətayı öz huzuruna çox az elçi qəbul edib. Bunu deyə bilərik. İndi gəldik bu Təbriz məsələsinə. Gördüyünüz kimi bu yolu qət edib, həm də ki, bu qədər işsizdirsə, oturub şah ilə şahmat oynayacaq qədər, yəni baxın, Səlimdə bu işsizlik olsa belə, şahda bu işsizlik yoxdur. Çünki şah bir dövlətin hakimidir, üstünə Səlim də bir sancaq bəyidir. Yəni Səlim belə, Sultan Səlim belə sancaq bəyi idi o dövrdə və öz xalqını qoyub çıxıb gedə bilməz. Nə Səlim, nə də Şah İsmail oturub 5 saat kim vəziri atacaq, kim fili alacaq, kim piyonunu ən birinci oynadacaq deyə bir-birlərinə girməz. Bunu unutmayın. Bunu həm Səlim üçün deyirəm, həm də Şah İsmail Hətayı üçün.
Çünkü burada çok yanlış anlaşılmalar olur. Üstüne Şah İsmail Hatayi da dərviş gəl, oturaq şahmat oynayaq. Eybi yoxdur, Babur Şah gözləsin də. Babur Şahı orada, baxın, Babur Şahın da olduğu hissə buradır, əziz insanlar. Əfqanistana və Hindistana hakimiyyət qurub. Burada Şeybanilər dövlətidir. Bildiyin Şeybanilərin ərazisini də göstərirəm sizə. Bunlar bir-birini burada yesin. Eybi yoxdur, bizlər də burada oturub özü şahmat oynayırıq da. Nə problem var? Kim nə deyir, qələt deyir. Özü beləsinə mi deyəcəkdi Şah İsmail? Yox, əlbəttə ki yox. Yəni Şah İsmail Hatayi o boyda böyük hökmdardır. Onun sarayına girirsən, onunla salamlaşma tərzi var. O həm də ki, yəni oturub sənə şillə vurası deyil, bir şey gəlsi deyil. Yəni uduzu buduzurdu, yəni şahmat oynamayacağına görə səninlə uduzu buduzmamağı da yəni bizə lazımı deyil. Məsələn də, həm də ki bu rəvayət yalandır tamamilə. O dövrdə bir insanın girdiyi, baxın Səfəvi qaynağı açında bir dənə, o dövrdə bir insanın girib sarayda Şah İsmail ilə oturub şahmat oynadığı mənbəsini haradan tapmışsınız siz? Göydən bu həvarı olub düşüb sizin üçün qarşınızdakı. Yəni Şah İsmail Hatayi ilə bunlar oturmuşlar, şahmat oynamışdılar. Yəni kim çatdırır bu faktları, kim çatdırır bu məlumatları sizə ki, Şah İsmail ilə bunlar şahmat oynayıb? Neysə. Ləğv edək. Bir dəqiqə. Məcbur yeni kimi saxlatdıraq. Eybi yoxdur, bu da bir had kirək kimi qalsın. İndi gəldik hansı məsələyə bizlər? Çaldırandan qaçdı məsələsi. Şah İsmail Hatayinin burada qısa bir konkret şəkildə sizə buradakı cavabımı verəcəm. Şah İsmail Hatayinin Çaldırandan qaçma məsələsi tamamilə yalandır. Çünki bir düşünün. Şah İsmail Hatayiyə o an Malkaçoğlunu kəsdikdən sonra da 2 mərmi və Malkaçoğlu Turali bəydən isə tam-tamına 1 mərmi dəymişdi. Bu 3 mərminin şaha dəyməsi və şahı yerə sərməməsi belə şahın nə qədər dayanıqlı olduğunu göstərir. Amma ən sonunda şahın huşu gedir, qan itirməkdən. Bu tipdir, yəni əziz insanlar, burada sadəcə rəvayətlərə inanıb ya da aman birdən özü göydən həvvara kimi inmiş məsələlər deyil bu. Şah İsmail Hatayi tamamilə orada özü mərmi yarası alır və huşunu itirir orada. Huşunu itirdiyinə görə nəticədə Şah İsmail Hatayi Aləmşah bəyim döyüş meydanından çatdırır. İndi gələk Taclı bəyin məsələsinə. Taclı bəyim döyüş meydanında qalır, düzünü deyirik. Amma aman sənin dediyin kimi əziz Türk qardaşım, Osmanlıya əsir düşmür. Bir dəqiqə. Buraya gələr. Osmanlı Paşası kəndini nikahladı, lakin Yavuz Paşayı idam etdirdi. Çünki şərəf sahibi olan Yavuzdur. Bu səhvdir. Şah İsmail Hatayinin həyat yoldaşı Taclı bəyim, Sultan, Xoy hakimi tərəfindən döyüş meydanından çıxarılır və üzrlü sayın və Xoy hakimi burada onu aparır Xoy şəhərinə. Yavuz təhlükəsi keçdikdən sonra götürür Şah İsmailə təhvil verir. Yəni bunu düşünün sizlər, əziz insanlar. Şah İsmailə təhvil verir orada. Kimsə deyə bilməz ki, Aləmşah bəyini Osmanlı Paşası edib. Hətta burada Osmanlı Paşasının adını belə yazamamışsan. Yəni bu da sənin mənbənin o qədər yanlış olduğunu göstərir. Baxın, adını da göstərirəm artıq, zaten bunu gelib yorumlardan da tapıb görə bilərsiniz. Gəldik digər məsələyə. Osmanlı məsələləri. Bu Osmanlı məsələlərini indi o keçən dəfəki xəritəyə gedib baxaq biraz. Yəni keçən dəfəki xəritə üzərində biraz daha göstərim. Bu gördüyünüz, baxın. Cızma qaraya girək. Bu gördüyünüz xəritədəki, yəni Şeybanilər başlayın, üzrlü sayın. Şeybanilər dövləti ilə o dövrdə Osmanlı dövləti arasında Səfəvi dövlətinə qarşı bir ittifak söz məsələsidir. Yəni ittifak qurulur.
Bu ittifaqa görə Şah İsmail Xətai Şeybanilərə hücum elədiyi anda 2-ci Bəyazitdə ordusunu götürüb Anadoludan Şah İsmailə hücum edəcəkdi və Səfəvi dövləti hər iki cəbhədən sıxışdırılaraq süquta uğratdırılacaqdı və nəticədə ölkə ikiyə bölünəcək. Yəni bir tərəfi Şeybanilər alıb Məkkə Mədinəyə doğru uzanmaq istəyən Şeybani xan tərəfindən dövləti Məkkəyə və Mədinəyə uzandırılacaqdı. Osmanlılar da İran mülkünün sahibi olacaqdılar. Bu qədər. Amma bu işə yaramış. Şah İsmail Xətai Şeybani xanın üzərinə yürüş edir. Mərd döyüşünün sonunda Şeybani xanın kəlləsini kəsir və bədənini orada saman ilə doldurub 2-ci Bəyəzidə göndərir. 2-ci Bəyəzidə göndərdiyi zamanı isə baxır və burada cavabı olsun deyir qısaca Şah İsmail. Heç deməsə də bu bilinir. Çünki Şah İsmail Xətai artıq burada özür belə göstərmiş olur ki, mən sənin bu qurduğun planı, xaincəsinə planı pozmuşam. Artıq orada Şeybani xan sənin birdən hücumunu gözləyirdi, Mərv qalasına gizlənmişdi. Amma sənə hücum eləmədin deyə o özü çıxdı mənimlə döyüşməyə. Neysə, bunu da keçdik əziz insanlar. Keçək qeyd yerinə. Xalqı qırıb məsələsi. Baxın, sizə bu nümunəyi verəcəm qısaca və konkret. Nümunə də deyil, tarixi faktdır. Şah İsmail Şirvanşahları fəth elədiyi dövrdə Bakı qalasına gəlir və Bakı da o dövrdə fəth edilməsi ən çətin olan qalalardan bir dənəsi idi. Yəni İstanbul kimi bir qala var məsələn. İstanbul kimi bir şəhər kimi düşünün. Amma bunun 3 qalalısı. Yəni dalbadal çəkilmiş 3 qalayı düşünün. Bakı qalası, dalbadal çəkilmiş 3 qala sütunlarından və sairə quruluşa tamamilə çox qəribə olan bir quruluşa malik idi. Yəni ən güclü qala quruluşu idi bu. Və Şah İsmail bu qalayı fəth edir. Girdiyi zaman xalqdan hacılar və mollalar yaxud da insanlar, normal xalq boyunlarına Quran-ı Kərim keçirdib şahın qarşısına çıxırlar. Bu ərəb adətidir. Sonradan türk adətinə çevrildi və gətirildi. Əsasən bu Şirvanşahların ilk hökmdarlarının ərəb olmağından ibarət gəlir. Yəni Şirvanşahlardan xalqa da keçirir bu ənənə, adət-ənənə. Sonradan türkləşir bu Şirvanşah dövləti, zaten türk dövləti sonradan olur. İndi gəldi buraya. Şah İsmail Xətaiyə deyirlər ki, ey böyük hökmdar, bizim günahımız yoxdur, bizi öldürmə. Şah İsmail deyir ki, yaxşı, onda normal mənim elçimin öldürülməsində əli olmayanlar digər tərəfə, mənim elçimin öldürülməsində əli olanlar Ursi tərəfə keçsin və Şah İsmail Xətai oradakı bütün öz elçisinə qarşı öldürmə hərəkəti, onun başını kəsənlərin kəlləsini aldırtdırır. Bu normaldır. Sonra isə Bakı surlarından asılır ki, göstəriş olsun, aləmə ibrət olsun deyə. Sonra keçək 8. Yavuza göndərmə rəvayəti. Bu tamamilə səhvdir. Çünki Şah İsmail Xətai mədəniyyət incisi olan bir mədəniyyəti yaradıb. Səfəvi qızılbaşları ən mədəniyyətli türk soylarından biridir və indiki mədəni Azərbaycanın formalaşmasında, yəni indiki mədəniyyət incisi olan Azərbaycanın formalaşmasında böyük rolları olub. Üstünə Şah İsmail Xətai o qədər mədəni bir insan olub ki, Yavuza bunu göndərmə ehtimalı belə yoxdur. Kimsə burada yalandan bu sözləri deməsin. Üstünə Şah İsmail Xətai belə bir şey etməyib də. Yəni ümumiyyətlə bunu etmək imkanı da yoxdur. Çünki bu insan Çaldırana gedərkən öz alimlərini, şairlərini, sənətkarlarını mağaraya gizlədir ki, mən ölərsəm də sizlər rahat yaşayın da, Osmanlılar sizə əsir götürməsin, aparmasın. Yəni o dərəcədə bir mədəni insandır və
huşu itdikdən sonra, onu müalicə etdikdən sonra ilk işi gedib mağarayı açdırıb sənətkarlarına baxmaq olub ki, görüm o insanlar nə haldadılar. Və mağaradan çıxartılır o insanlar və görürlər ki, alimlərin hamısı yerli yerindədir. Və alimlər ona böyük təşəkkürlərini bildirirlər. Sonra isə zaten Yavuzun Təbrizdən qovulma məsələsi olur. Yavuzun ordusunda Yeniçərilər çox beləsinə şey deyirlər, qayıdaq İstanbula, qayıdaq İstanbula, qayıdaq İstanbula, bezləyir artıq səfərdən. Buna görə məcbur olub Anadoluya geri qayıtdıqları zaman, həm də ki, bunu sadəcə Yeniçərilərin üsyankarlığı deyərlər. Amma Yavuz özü Şah İsmailin ordu toplayıb gəldiyini eşitdiyinə görə özü Təbrizdən çıxmaq istəyir. Çünki həm əlində ordu az qalıb, həm də Şah İsmailin Çaldiranda, yəni Malkaç oğlunu bölməsi, Həsən Paşanın içindən keçməsi, yəni adam bildiyiniz Rambo kimi hamıyı kəsib biçir orada. Və Yavuz da bunu özü görür də, məntiqli olaraq görür və deyir ki, indi də gəlsin mənim əlimdə az ordu qalıb. Bu ordunun da içindən keçər, lap Anadoluya da ilərləyər. Amma o da Yavuzun gələrkən Anadoluya 40.000 ordusunu buraxdığı məlumdur. Bunu da Dulkadir oğullarının birə arxadan hücumunu engəlləmək üçün, yəni qarşısını almaq üçün edir. Neysə, artıq bunu da keçək artıq. Bu beləsinə bir məsələdir. Olmayıb rəvayətdə. İndi burada Yavuzun Təbrizdən çıxarılmasını da deyirik. Hətta qızılbaşlar, bir də ki, bunu əlavə edəcəkdim. Güya Təbriz xalqı Yavuzu çox sevirmiş. Yavuzu güllə, çiçəklə qarşılayırlar. Xeyr, Yavuzun sonradan, Yavuz getdikdən bir gün sonra özü qızılbaşlar ilə birləşib Yeniçəri qarnizonunun içindən keçirlər. Yəni məhv edirlər Yeniçəri qarnizonunu. İndi son insan əti yeyirdi məsələni də bizim bir dənə Azərbaycan kanalı çıxartmışdı. Bu yəni nə deməkdir? Yəni Şah İsmail yamyamdır belə insan əti yesin. Yox təbii ki də və ordusunun insan ətini yediyi deyilir. Amma bu yanlışdır. Napoleonun ordusunda insan əti yeyilirdi. Bunun da indi səbəbi vardı. Yəni özü fransızlar yamyam deyil, narahat olmayın. Napoleon Rusiyaya səfərlərində qış gəldiyinə görə və rusların da yemək ehtiyatını yox elədiyinə görə, yəni bildiyiniz ruslar gedirlər, bütün bağ evlərini yandırırlar, bağlardakı yeməkləri falan hamısını daşıtdırırlar. Nəticədə də Rusiyada yemək qalmır. Napoleonun ordusuna da yemək çatmır. Buna görə də ölmüş dostlarının ətini yeməyə başlayır Napoleonun ordusu. Hətta bu o dövrdə Napoleonun ordusunda olan əsgərlər tərəfindən də qeyd edilmiş bir şeydir. Amma Şah İsmail Hətayı heç bir zaman öz ordusunun başında olarkən onlara deməyib ki, gedin oturun bu insanın ətini yiyin ya da nə gözəl özü dərin var sənin. Gəlin qızılbaşlar, kəsək bunu pişirək, kabab edəyik bundan deyib bunu, yox. Yəni bu yalanları, iddiaları kim haradan atır? Yəni özü bu qədər şey deyirmişlər, yəni. Yəni demək lazımdır ki, belə bir şeyi dediyiniz zaman necə deyirsiniz? İndi gələk son danışığa. Bu qədər sizə məlumat göstərdim və artıq 28 dəqiqəyə keçdi video. Yenə də sizlər Şah İsmail Hətayinin bu qədər zalım ola biləcəyini düşünürsünüz, ya da Türk olmaya biləcəyini, ya da Çaldiranda qaçdığını. Yəqin ki, yenə də yorumlarda mən səhv bir şeylər, yəni yenə də eyni şeyləri deyənləri görəcəm. Amma inanın ki, yanlış deyirsiniz. İndi əsas olaraq mən buna cavab vermək istəyirəm bu insana. Bu, bilmirəm, genetik olaraq türklüyü atıb bir insandır, gözlə. Bu deyil. Cəhalət uçduruyor da Türk cümləsi, ya siz deyən çazirlər. Bax, ən birinci, burada sənin üçün o boyda açıqlama yazmışdım. Bəlkə də oxumamısan. Çünki bu sənin cahilliyinə irəli gəlir, əziz insan. O zaman bax indi, Azəri xalqı biz deyilik, əziz insan. Bu videoya baxsan bəlkə görərsən. Azərbaycan xalqı biz deyilik, Azəri xalqı biz deyilik. Bizlər Azərbaycan türklərik. Üstünə bizlər digər türk dövlətlərinin arasında ən çox mədəniyyətini qoruyub saxlamış olan bir millətik.
Bunu da unutma. Bu yorumların mən oxuduqdan sonra inanın ki, yəni inanın ki, bu yorumları yazmaq heç bir şəkildə doğru deyil. Yəni düzünü desək də indi. Buna görə də ümumi olaraq, yəni Şah İsmayıl Xətaiyə atılmış iftiralardır bunlar. Və tarix boyu Şah İsmayılə atılan tarix boyu ən çox iftira mənə görə Şah İsmayıl Xətaiyə atılıb. Neyse, bugünkü videonun da sonuna gəlirik. Əsasən bu ilk kanalımın uzun videosuydu. Buna görə də yəqin ki, səs və s. pis çıxıbsa və yaxud da yəni səslər və s. eşidilə bilməyibsə üzürlü sayın. Bu yəni məndən asılı gəlir. Yəni sizdə bir problem yoxdur. Sağ olun, salamat qalın.